Gəlin birlikdə tarixin ən dəhşətli gecələrindən birinə səyahət edək. Çernobilə. Sükutun özünün partladığı, yalanların insan həyatından daha dəyərli sayıldığı o gecəyə. Bu, sadəcə bir texniki qəzanın hekayəsi deyil. Bu, bütün bəşəriyyətin yaralandığı bir anın hekayəsidir. Hər şey konkret bir tarixdən başlayır. 26 aprel 1986-cı il. Bax, bu tarix dünyanın gedişatını əbədi dəyişdirdi. Amma o an hələ heç kim bunun fərqində deyildi. Və o günün içində çox dəqiq bir an var idi. Gecə saat 1-i 23 dəqiqə 40 saniyə keçərkən. Məhz bu taleləri dəyişdirən saniyə oldu. Məhz o saniyədə Çernobildə zaman sanki dondu, əbədi olaraq. İndi gəlin bir anlıq zamanda geri gedək. O fəlakətli partlayışdan cəmi bir neçə an əvvələ. İdarəetmə otağında, bilirsiniz, aldadıcı bir sakitlik hökm sürürdü. Təsəvvür edin, Çernobil atom elektrik stansiyasının içindəsiniz. Operatorlar yorğundur, qərarlar tələsik verilir və ən pisi odur ki, gələn əmrlər heç bir sual verilmədən kör-körana yerinə yetirilir. Gecə növbəsi sakit keçirdi, amma bu, fırtınadan əvvəlki o məşhum səssizlik idi. Və bu sakitliyin ortasında dəhşətli bir şey baş verirdi. Təhlükəsizlik sistemlərini bir-bir qəsdən söndürürdülər. Niyə? Çünki əmr yuxarıdan gəlmişdi. Heç kimin ağlına gəlmirdi ki, o basılan hər düymə əslində sadəcə bir cihazı yox, minlərlə insanın gələcəyini, taleyini söndürür. Və nəhayət, saat 01:23-ü bir neçə saniyə keçmiş, o aldadıcı sükut elə bir şəkildə parçalandı ki, sanki cəhənnəmin qapıları taybatay açıldı. Hər şey saniyələr içində oldu, amma sanki bir əbədiyyət kimi uzandı. Əvvəlcə qulaqları deşişən bir səs, sonra hər yeri bürüyən, göz qamaşdıran bir işıq və ardınca reaktoru darmadağın edən o fəlakətli partlayış. Bu partlayışın gücünü bir təsəvvür edin. Reaktorun 1200 tonluq o nəhəng polad və beton qapağını, bilirsiniz bu nə deməkdir? Təxminən 10 dənə mavi balinanın ağırlığı qədər bir kütləni sanki bir oyuncaqmış kimi göyə atdı. Və o partlayışla birlikdə atmosferə səssiz bir qatil yayıldı. Gözlə görünməyən, qoxusu olmayan, amma hər zərrəsi ölüm saçan radiasiya. O an göyə yüksələn alovlar sanki ölümün öz rəngi idi. Fəlakətin miqyasını anlamaq üçün bəlkə də ən yaxşı yol bu müqayisədir. O gecə havaya yayılan radioaktiv çöküntü Hiroşimaya atılan atom bombasından, diqqət edin, ən azı 400 dəfə daha güclü idi. Bu bir anlıq partlayış değildi. Bu aylarla davam edən zəhərli bir ölüm yağışı idi. Və bu cəhənnəmin ortasına ilk kimlər atıldı? Əlbəttə ki, yanğın söndürənlər. Onlar hadisə yerinə çatanda heç nəyin fərqində deyildilər. Nə ilə üz-üzə olduqlarını heç ağıllarına belə gətirmirdilər. Onlar sadəcə alov gördülər və öz borclarını yerinə yetirmək üçün o alovun içinə girdilər. Amma qısa müddət sonra dəhşətli şeylər baş verdi. Dəriləri yanıb tökülürdü, ağızlarında qəribə bir metal dadı vardı. Amma yenə də geri çəkilmədilər. O qəhrəmanların çoxu cəmi bir neçə gün sonra həyatını itirdi və ən acısı onların bu fədakarlığı uzun müddət unuduldu. Partlayışdan sonra Sovet imperiyasının ilk reaksiyası nə oldu sizcə? İnsanları xilas etməkmi? Yox, həqiqəti gizlətmək. Bütün gücləri ilə. Partlayışdan düz 36 saat sonra Pripyat şəhərinin sakinlərinə təxliyə olunduqlarını deyəndə onlara verilən vəd bu oldu. Narahat olmayın, cəmi 3 gün evinizə qayıdacaqsınız. Bu, bəlkə də tarixin ən böyük yalanlarından biri idi. Baxın, bu yalan necə işləyirdi. 26 aprel, reaktor partlayır. SSR rəhbərliyi isə tam sükut içindədir. 27 aprel, Pripyat sakinlərinə o məşhur 3 gün vədini verib, onları evlərindən çıxarırlar. Nəhayət, 28 apreldə İsveçdəki alimlər öz ölkələrində qeyri-normal radiasiya səviyyəsi aşkar edəndə bütün dünya ayağa qalxır. Ancaq bundan sonra SSR məcbur qalıb kiçik bir qəza baş verdiyini etiraf edir.
Düşünün, həqiqət öz xalqlarına yox, başqa bir ölkəyə görə üzə çıxdı. O 3 günə qayıdacaq deyilən avtobuslar heç vaxt geri dönmədi. Pripyat isə əbədi bir sükuta qərq oldu. Bu gün o şəhər bir kabus şəhəridir. Orada danışan yalnız küləkdir. Həqiqət artıq gizlədilə bilməyəcək qədər böyük olanda, rejim başqa bir yola əl atdı. 100 minlərlə insanı, bəli, 100 minlərlə insanı canlı qalxan olmağa çağırdı. Rəqəmə baxın, 600 mindən çox insan. Onlara likvidator deyirdilər. Əskərlər, mədənçilər, mühəndislər, könüllülər, hamısı hələ də alovlanan, ölüm saçan o fəlakətin qarşısını almaq üçün Çernobilə göndərildi. Və ən dəhşətli yerlərdə, məsələn, partlamış reaktorun damında, o radiasiyanın mərkəzində işləyənlər üçün bir qayda var idi. Cəmi 90 saniyə. 90 saniyə. Bu, həyatla ölüm arasındakı vaxt idi. Onların missiyası çox aydın idi, amma bir o qədər də dəhşətli. Bütün bəşəriyyət üçün özlərini canlı sipir etmək. Onlar bilirdilər ki, Avropanı, bəlkə də dünyanı xilas etmək üçün öz həyatlarını qurban verirlər. Çünki 90 saniyə iş idi, amma 91-ci saniyə artıq ölüm idi. Bu qədər sadə və bu qədər qəddar. Çoxları elə bilir ki, yanğın söndürüldü və hər şey bitdi. Amma əslində yanğın sönəndə Çernobilin faciəsi bitmədi. Əksinə, yeni başladı və bu faciə bu günə qədər davam edir. Bugün Çernobilin mirası nədir? Minlərlə insanda xərçəng xəstəliyi, doğulan uşaqlarda dəhşətli deformasiyalar, hələ də tam açılmayan susturulmuş statistika və yüzlərlə kilometrlik tərk edilmiş, zəhərlənmiş torpaq. Və bütün bunlar bizə çox vacib, çox sərt bir dərs verir. Unudulan faciələr yenidən yaşanmağa məhkumdur. Ona görə də Çernobili unutmaq olmaz. Və bu hekayənin sonunda ağlımızda tək bir sual qalır, dəhşətli bir sual. Bəs əgər o gecə, o idarə etmə otağında sadəcə bir nəfər qorxusunu udub dayan desəydi, bəlkə də bütün bunlar heç yaşanmazdı. Bəlkə də Çernobil sadəcə Ukraynada kiçik bir şəhərin adı olaraq qalardı. Amma indi Çernobil adı insan səhvinin və yalanın nə qədər baha başa gəldiyinin əbədi bir simvoludur.